Cari ilin fevral ayının sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,948 milyard manat təşkil edib. Pancomi TV-nin Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, yanvar ayının sonu ilə müqayisədə 83 milyon manat və ya 4,5% çoxdur. Belə ki, cari ilin yanvar ayının sonunda Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,865 milyard manat idi. Qeyd edək ki, fevralın sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,777 milyard manat təşkil edib. Bankların biznes kredit portfeli yanvar ayının sonu ilə müqayisədə 0,5% və ya 68 milyon manat artıb. Yanvarın sonunda bankların biznes kredit portfelinin həcmi 14,709 milyard manat olub. Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə Azərbaycanda 4150 orta sahibkarlıq subyekti fəaliyyət göstərir. Orta sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 1423, ən azı isə digər sahələrdə 47 fəaliyyət göstərir.